Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərindən 41 nömrəli marşrutdan 50-60 metr məsafədə. Demək, Qoşadaşdan inşa olunmuş 4 otaqlı tam təmiri, gir yaşa vəziyyətində olan bir həyət evi satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Gördüyünüz kimi bura həyət yanı sahəsidir. Draplar qoyulub, qaz, su, işıq, kanalizasiya ev sahibi tərəfindən qoyulub təhvil veriləcək. Bu evin də xarici görünüşüdür. Gördüyünüz kimi də evin xarici zövqlə təmir olunub, inşa olunub. Ev 8 daşda kürsü olunub. Nəzərinizə çatdırım. Satış üçündə tikilsə də evin fundamenti, kəmərləri qoyulub, tam standartlara uyğun inşa olunub. Quruqaboy Qoşadaşdan inşa olunub. Bunların hamısını nəzərinizə çatdırım ki, istədiyiniz ki, bir ustanı gətirib yoxlatdıra bilərsiniz yerdə. Fundamenti, kəmərdə hamısını yoxlatdıra bilərsiniz. Həyət yanı sahəni bir dənə də buradan belə ətraflı çəkirəm. Orada da bulağın yaradıb. Keçən indi evin içi ilə tanış olaq. Demək, evin içi gördüyünüz kimi, bax, bura dəhliz hissəsidir. Hündürlük tavanları hardasa 3 metr rahat tavanlardır. Dəhlizin eni 1.20-1.30 olar. Sağ tərəfdə geniş mətbəxdir. Hardasa 3 metrin 5 metri olar. Gördüyünüz kimi, mətbəx hissəsində təmir vəziyyətdədir. Açıq ağ qapılardan istifadə olunub. Özdə ucuz qapılarda deyil, normal, bahalı ağır qapılardır. Burada da bir uşaq otağıdır. Gördüyünüz kimi, uşaq otağı da təmiri vəziyyətdədir. Pəncərlərlə tam rahat evin içinə işıq düşür. Keçirik buradan zal, qonaq otağına. Qonaq otağı da gördüyünüz kimi təmiri vəziyyətdədir. 4-ün hardasa 7 metri olar, 28 kvadrata yaxındır. Sağda da 2 dənə geniş 4 otaqlı yataqlardır. Gördüyünüz kimi burada bir geniş yataq otağı. Pəncərlərlə tam rahat evin içinə işıq düşür. Gördüyünüz kimi də arxası da hamısı Qoşadaşdır. Solda da burada bir geniş yataq otağıdır. Buranda gördüyünüz kimi də hardasa təxmini ikisi 15 kvadrat olar. Təxmini deyirəm, ölçü deyirəm, az fərq eləyər. Rahat da məsafəsi var. Heç bir maneədə törətmir arxadan. Yaxınlığı da azdır. Gördüyünüz kimi burada bir də ayrıca sanuzeldir, sanitar qovşağı ilə, yəni hamam ikisi bir yerdədir, zövqlə təmir olunub, aksesuarlar da ev sahibi tərəfindən təhvil veriləcək. Qiymətin içində kombi sistemlər hamısı çəkilib. Sənədi bələdiyyə qərarıdır, arxivli sənəddir, kupça almaq üçün mümkündür. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Kimlər evini satmaq istəyirsəz, səhifədəki nömrə ilə əlaqə saxlasınlar. Demək, hörmətli izləyicilər, səhifədəki nömrə ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil oluq. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 125.000 start qiymətli ev sahibi təyin edib. Endirim olmağına olacaq. Birbaşa sahibi ilə danışacaqsa son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah alanı da xeyir versin, Allah satana da. Amin.